Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyi tamam olur və bu əlamətdar gün münasibəti ilə Vəkillər Kollegiyasının rəissiyyət heyəti adından, ölkəmizin çoxsaylı vəkil korpusu adından mərkəzin rəhbərliyini və əməkdaşlarını səmimi qəlbdən təbrik etmək istəyirəm. Mərkəzin fəaliyyət göstərdiyi illər ərzində Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığı bizim vəkillik üçün də çox böyük töhfələr vermişdir. Məlum olduğu kimi, son illər vəkillik sayəsində aparılan mütərəqqi islahatlar nəticəsində vəkillərin sayı xeyli artmışdı. 3 dəfəyədək artmışdı. Və təbii ki, Dövlət İmtahan Mərkəzinin töhfəsi olmadan, bu faydalı, səmərəli və sıx əməkdaşlıq olmadan bu mümkün olmazdı. Təkcə onu deməyə kifayət edir ki, son 10 il ərzində 16 test imtahanı keçirilib və 7000-ə yaxın hüquqşünas bu test imtahanlarında iştirak edir. Xüsusilə qeyd olunmalıdır ki, bütün bu imtahan prosesi tam şəffaf, obyektiv, ədalətli keçirilmişdir. Və mən bu münasibətlə bir daha Dövlət İmtahan Mərkəzini ürəkdən təbrik edirəm və bugün tam əminliklə bildirmək olar ki, Dövlət İmtahan Mərkəzi o cümlədən məhkəmə hüquq sahəsində, vəkillik sahəsində aparılan səmərəli islahatlar, məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi işinə çox böyük töhfələr vermişdir. Ümid edirəm ki, bu əməkdaşlıq ildən sonra davam edəcək və Dövlət İmtahan Mərkəzi öz işində yeni innovativ metodlardan istifadə edəcək və zənnimcə bütün bu məsələlər Vəkillər Kollegiyasında da çox böyük dəstək olacaqdır. Bir daha ürəkdən təbrik edirəm və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Çox sağ olun.